Dörd iki uzması oyundayız. Deyilə söz yox. Bakının yağışlı havasına baxmayaraq biz yenidən Tofiq Bəhramoğlu Respublika stadionundayıq və bu möhtəşəm Luboyevada biz buradayıq. Luboyevada biz buradayıq. Bu günləri çox maraqlı oyun bizi gözləyir. Bu günləri Qarabağın play-off şanslarının nə qədər qüvvədə olduğunu başa düşəcəyik. Və doğrudan da şanslar çoxdur. Hətta belə ola bilər ki, bəlkə də bu oyunu udub birbaşa play-offa düşək. Yeri gəlmişkən Ajax azarkeşləri də həddindən artıq çox sayda gəliblər. Yəni mən burada bu qədər başqa komanda azarkeşi görməmişəm. Necə ki oyun başlayır. Havaya baxmayaraq stadion tam olaraq doldu və bu möhtəşəmdir. Çünki hər kəs başa düşür ki, bu günləri Qarabağa maksimal dərəcədə dəstək lazımdır. Bizim də ümidlərimiz, arzularımız yalnız ondan ibarətdir ki, Qarabağ bu günləri bu 100% nəticəni təmin edə bilsin. Yeri gəlmişkən səhərdən dayanmayan yağışa baxmayaraq, yəni yaralı yerimdə hər dəfə bundan danışmalıyam. Tribuna tam olaraq doludur. Tam olaraq tribunalar doludur. Yalnız ola bilər bəlkə mərkəz sektorlar biraz boş olsun, amma digər yerlər hamısı doludur və hətta sıralar arası bir yer, iki yerdə boş görsənmir. Onun çox yüksək templə başlayıb hər iki komanda üçün. Qarabağ başa düşdüm. Ola bilər, amma Qarabağ başa düşdüm, Ajaxın nə vecinə, onsuz da heç yerə çıxa bilmirlər. 2 milyon da 2 milyondur, həm də ki, biraz klubun nüfuzu da çox aşağı düşür. Yəni demək sən ki, Ajax gəl burada nüfuzunu qaldırmağa. Ola bilər əslində. Qaldırmaq lazımdır da, çox pis keçib onlar üçün bu Çempionlar Liqası hələ ki. Və bir xalları belə yoxdur. Bəli. Yəni Ajax kimi klub 0 xalla bir. Razıyam. Üstəlik keçən il Avropa Liqasında 3-0 qalib gəldiyi komandalar arasında 7 xal var, onlar isə 0 xal. Aydın məsələdir, ola bilər. Yaxşı, razıyam səninlə. Bir dənə də bomba məqam var ki, bu oyunda keçən oyunlara baxanda Emanuel Addayi da pressinqə qoşulub və ikisi bir yerdə çox əla pressinq eləyirlər, fikir ver. Hə. Yəni Addayinin də sürəti maşallah çox yaxşıdır. 2 nəfərlik pressing çox yaxşı gedir. Məncə ondan biz 1 ya 2 dənə səhv tuta bilərik. Razıyam. Üstəlik Adayı nəzərə alsaq, əgər Adayı keçən mövsümlə bu mövsüm arasında müqayisə aparsaq, orada bir kainat qədər fərq var. Ona görə də Adayı bravo. Sən bu mövsümdə eləyirsən, qardaş. 1-0! 1-0 belə də davam eləyirik. Sən hansı gündə olmağından asılı olmayaraq onlara əks hücum etmək icazə vermək olmazdı. Mərkəzdən çox əla. Çox yaxşı çıxırlar, həqiqətən çox yaxşı çıxırlar. Çox yaxşı yaradırlar. Hər dəfə artıq 3-cü dəfədə 1 ya 2 oyuncu daha çox çıxırlar əks hücuma. Yaxşı ki, uzaq zərbələrlə hücumları bitirirlər, hələ ki. Amma o da bir müəyyən bir müddətə kimi daha başı tutacaqlar ki, yaxın gəlmək olar. Amma Qarabağın aqressiv pressingi mənə çox xoşuma gəlir bu günlər. Tam səmimi işləyir, hələ ki işləyir. 14 dəqiqədir ki, gün verib işıq vermir. Oyunda artıq 30-cu dəqiqədir. Yəni, azarkeşləri qırağa qoysa, Çempionlar Liqasının topunu qırağa qoysa, heç bir Azərbaycan Premyer Liqa oyunundan elə bir ki fərqlənmir. Sanki Qarabağla Turan Tovuz və Sabah oynayır. Orada bəlkə daha da yüksək tempo olur. Ola bilər, hə. Çünki Ajax heç yəni, nə bilim, düzdür, birə-bir məqamlarda göstərmək istəyirlər nəsə. Tamirlan da danışmaq istəyən kimi dərhal Qarabağ hücuma yönəlməyə getmək istəyir. Bu çox yaxşı idi. Bu lap yaxşı idi. Bu da əlaydı. Elə bir ki, eşitdilər bizi dedilər, hə, oynaq şöyle yaxşı gələ.
Bu nə epizod idi, bunu biz necə vurmadıq? Elvinin sürəti də maşallah ya. Elvin əməlli başlı deyir ki, buslarını yoxlamaq lazım. Nəsə təzə buslardır ya Elvin. Yox, bilirəm yaxşı qaçırsan, bilirəm super qaçırsan, amma bu mövsüm tamamilə başqa qaçırsan. Ultranı açmısan müəllim, halaldır, malades. Sən Bəyla dediyin məsələ ilə bağlı düz vaxta da baxdım, 1 dəqiqə 11 saniyə fikirləşdim. Yeni gələn futbolçuların keyfiyyəti heç yaxşı, əladır. Amma köhnə qalan futbolçularda da elə bir ki, belə çox yaxşı dəyişikliklər baş verir. Mən misal üçün Bəhlul biz bütün Çempionlar Liqası zamanı demişik. Zubir tamamilə fərqli oyun oynamağa başlayır. Yəni bu standart sol winger oyunu deyil də. 8 il cavanlaşıb özdə elə bu sezon qabaq. Və xüsusən də bu Elvini qeyd eləmək lazımdır ki, Elvinin oyunçu olaraq yəni yaxşı oyunçu olduğunu biz hər birimiz bilirik. Amma o xarakterlə bağlı olan o çılğınlıq və sair və ilaxır, onu hamısını oyuna verib. 100%. Onu oyuna verib və bu artıq mənasız o qayda pozunları və sair və ilaxır, o lazımsız ekspresiya yoxdur. Sakit və tam belə deyək, aqressiyasını meydanda qaydalar çərçivəsində göstərən Elvin Cəfərquliyev gördük. Geri gəlmişkən onu da vurğulayaq ki, Elvin Cəfərquliyev ilk Azərbaycanlı futbolçudur ki, hansı ki, Çempionlar Liqada man of the match. Bəli, bəli. 2-1-ə gedirik, 2-1-ə gedirik. Vikalio çox çətin vəziyyətdə əla oynadı, Timing əla. Çox əla tutdu. Tövərinə birinə çıxdı, mən demək afsayd eləmək istəyirəm. Yox, eləmədi. Gözlədi, ilk toxunuşdan sonra. Burada bəxtimiz gətirdi açığı. Olar. Oy. Ona gol idi. Bax yenə də uzaqdan vurdu, mərkəzlə keçdi, uzaqdan vurdu, girdi. 1-1. İndi sadəcə bizim oyuncular qayda pozuntusu olduğunu deyirlər orada. Gözləyək sadəcə. Gözləyək, amma 1-1. 1-1. Sona çatdı və heç bir dəqiqə belə artırılmadı oyuna. Deyəsən hakim çox soranıb, bəli, sözün bilmirəm, yaxşı pis mənası var mı? Ola bilər, ola da bilmir. Hə, nəsə ki, sözümün canı 1-1, deməzdim ki, hər şey idealdır, amma pis də deyil əslində. Buraxılan qolu saymasaq, pis deyildi. Qol da yəni yenə də mərkəzdən gəldi, uzaqdan. Çox yaxşı zərbə vurdu sadəcə, qol oldu. Üstəlik yağışlı hava zərbə, bu həmişə işləyən məsələlərdir də. Nəsə görək nə baş verəcək ikinci hissədə, gözləyək. Ümid edirik ki, yaxşı olar. Çünki bu oyundan 3 xal qazanmaq olar uşaqlar. Çox rahat qazanmaq olar. Sadəcə olaraq biraz bəxt, biraz əzmkarlıq, bu da bizdə var. Dostlar, gelin bir daha. Büyük stadyonlara geçen komandan adı çekeyim. Fasiləyə gedəndə dedik ki 2-1'dir, 1-1'dir hesab. Amma Tamirlandı ki fasilədə narahat olmadan Qurban müəllim bir dənə nəsə lazım olacaq. Gələ 2-1 turnirdə ümumiyyətlə tək Qarabağ heyəti yox, ümumiyyətlə turnirdə ən yaxşı oyunculardan biri olan Mateus Silva.
Medina hər oyun bir dənə belə keçidi olmalıdır. Topu götürsün oradan kimdənsə alsın. Süngəliyə bura 5 nəfər, 6 nəfər. Messi, Maradona, Medina. El bir öz rəqib meydançasına manatdan. Manatda aparır. Çox güclü zarafat ediyor bu. Oyunun 58-ci dəqiqəsində meydana daxil olur Nəriman Axundzadə və Leandro Andrade'nin yerinə. Nəriman uğurlar və yenə də Qurban Qurbanov oyuna, dəqiqəyə, vaxta baxmayaraq yerli futbolçunun meydana daxil edir. Kamilo Duran meydanı tərk edir, onun yerinə meydana Aleksey Kaşyuk daxil olur. Çox güman ki, Kaşyuk oynayacaq sağ cinahda. Nəriman Axundzadə isə yönələcək mərkəz hücumçu mövqeyisinə. Görək bu məsələdən də alınacaq yekunda. Hesab bərabərləşdi. Yenə doğrudan da eyni ilk hissədə olduğu kimi mərkəzdən uzaqdan zərbə vuruldu yerinə. Bax burada da məncə biraz sıçradı yerdən. Mənə də elə gəldi. Təəssüf. Amma elə vaxt var, hardasa 10 və üstə gəlir 3-4 dəqiqə. 13-14 dəqiqə vaxt var və bu vaxt ərzində Qarabağ mütləq şəkildə 3-cü qol vurmalıdır. Çünki bu ayaqsa xal vermək olmaz. Burada artıq söz demək çox çətin. Çox çətindir və mən bilmirəm bu necə baş verdi, necə belə epizodu verdi, amma Ajax ilk hallarına, Çempionlar Liqasında ilk hallarına çox yaxındır. Çox yaxındır. Çox yaxındır. Və deyimsən ki, burada fərdi ustalıq da, yəni bəlkə də, amma oyunun sonuna yaxın Qarabağ elə bir ki, o qoldan sonra tonus itirdi. Və burada biz əslində burada hücumda topu saxlamalı olduğumuz vaxtda topu yetirdi və komandanın çox hissəsi artıq rəqibə aid meydanda qaldı. Orada qaldılar 3-2-yə deyəsən çıxmışdılar həmin epizodda. Uzaqdan çox yaxşı zərbə idi. Orada yəni Kaxalski də heç nə elə bilmirdi. İkinci hissədə də oradan 2 dənə yaxşı zərbə oldu və 2 gol buraxdı. Ya 3 dənə oldu yaxşı zərbə, 2 dənə oldu. Dördüncü gedir. Dördüncü qol isə təmiz ustalıq. Buraxırıq. Təmiz ustalıq. Yəni Oradan da təmiz ustalıq. Elə bir gözlədi ki, Mateo 4 qolu da fərdi ustalıq. Əks hücum və fərdi ustalıq başqa şey. Orada bir komanda qol deyildi. Uduzulası oyun deyil idi bu. Ajax bu günlər 4-2 uduzulası oyun deyil idi. Deyilən söz yoxdur, amma hal-hazırda vəziyyət budur. Elə 4-2 hesabı ilə oyun başa çatır və narahat elə məsələlərdən biri odur ki, komanda 4-cü top buraxandan sonra oynamağı buraxdı elə bir ki, çox həvəsdən düşdü. Elə bir ki, gələcəkdə bizim top fərqi amillərimiz heç cürə bizə kömək və yaxud mənfimizə işləməyə bilməz. Ümid eləyək ki, heç ona da lazım olmasın, ehtiyac gərək olmasın o top fərqinə və biz növbəti oyunumuzu qələbə ilə başa vuraq və bu bizə playoff raunduna keçməyə kömək olsun.
Hə, 2 dənə oyunumuz qalıb. Çempionlar Liqası fasiləyə yollanır. Daha yanvarın sonuna kimi Çempionlar Liqası gedir istirahətə. O dövr ərzində Qurban Qurbanovun komandası həqiqətən də son 2 oyunla bağlı konkret olaraq qərar verməlidir və dəyişikliklər olmalıdır mənə elə gəlir ki, bu dəfə açıq danışaq, milli futbolçuların, yəni Nərimanın və Qaşikon meydana çıxmağı işləmədi. İşlədi daha doğrusu, işlədi, Talşov təsir işlədi. Amma pozitiv məqamlardan da biri Mançelin meydanda olmağı, onu gördüm, çox xoşuma gəldi oyuncu olaraq və məncə yanvarda o da daha optimal forma yığaraq bizim mərkəzdə oynayan oyuncularımıza çox kömək olacaq. Razıyam. Yəni, ümid eləyək və yanvarı gözləyək, çünki bu komanda hal-hazırda layiqdir ki, playoff raunduna çıxsın. Təbii ki. Və bu oyunda da çox layiq idi qələbə qazanmağa. Lakin xırda səhvlər və bəzi məqamlarda bəlkə də fərdi ustalıqdan da savayı bəxt də ola bilər ki, gətirmədi. Çünki çox yaxşı qollar vurdular. Yəni sözün açığı 3-cü qol. Klas, sadəcə olaraq klas. 3-cü qol, 4-cü qol, yəni bu qollar Yəni sözlə deyiləsi məqam deyil. Belə, növbəti oyun bu stadionda baş tutacaq. Bu oyun Frankfurta qarşı olacaq. Ona görə də hər birisi stadionu gözləyirik və ümid edirik ki, hər şey bizim komandamız üçün yaxşı bitəcək. Belə. Və salam. Gələn oyunlarda görüşənədək özünüzdən və yaxınlarınızdan müğayət olun. Ümid edirik ki, Çempionlar Liqasının playoff mərhələsi bizi görəcək.